Mənim atam yaxşı kişi olsaydı, indi mən başqa insanlardan sevgi gözləməzdim. Mənim dədəm yaxşı kişi olsaydı, mən sevgini öz atamda axtarardım, başqa kişidə yox. Başa düşdünüz? Başqa insanda yox, başqa komandirdə yox, başqa insanda yox, filan kəsdə yox, bəhmən kəsdə yox. Başa düşürsünüz? Xəzər delmanın başında çatmır, mənim. Gebərim. Bu qız kimi hərəkət edən oğlanlar var. Öz atasında görmədiyi sevgini başqalarında, başqa kişilərdə axtarırlar. Amma onlar dərk eləmir ki, o bir travmadır. Başqa kişi ilə hoqqadan çıxmaq sənin travmalarını yerinə qaytarmayacaq. Və yaxud da ki, sən həyatı yerinə çəkib, təzədən geri qayıdıb, sən elə bir heç nəyi dəyişə bilməyəsən. Başa düşürsən? Ona görə də başqa kişilərdə sevgi axtarmayın. Yəni, mən belə fikirləşirəm. Mən belə həyatıma davam eləyirəm. Psixoloqa getmək heç nəyi dəyişmir. Məncə, yəni, siz heç nəyi dəyişə bilməyəsiniz, amma başqa kişidə də xoşbəxtçilik tapa bilməyəsiniz. Ən gözəli birisi nədir? Mən çox unutmaq istədim o travmalarımı, çox belə madidilər ki, belə onları bağışla yadından çıxacaq, belə olacaq, elə olacaq. Mən nə onları bağışlaya bildim, nə mən travmalarımı unuda bildim, nə də ki, hansısa bir kişidə sevgi axtardım. Başa düşdünüz? Mən fikirləşdim ki, kimdəsə sevgi axtarmaqdansa, həyatın çətinliyinə dözərəm, daha yaxşıdır. Ona görə də o çətinlikləri dözə-dözə, o zülümləri çəkə-çəkə, nələr yaşaya-yaşaya mən bu yerə gəlib çıxmışam. Şükür Allaha, alnım açıqdır, üzüm ağdır, heç bir problemim yoxdur, heç bir işlə məşğul deyiləm, heç bir tərbiyəsizliyim yoxdur. Yəni mən birisiz nətərdir? Yəni mənim sağlamlığım hər şeydən önəmlidir. Mənim yaşayış məsəl üçün də, mənim həyat tərzim məsəl üçün hər şeydən önəmlidir. Bilmirəm, sizə izah edə bilmirəm bəlkə də özümü. Bəlkə də başa düşən insanlar var. Bilmirəm. Mən əsas odur ki, insan sağlamlığı, can sağlamlığı. Ona görə də mən səhv eləmək niyyətim yoxdur. Şansım da yoxdur. Başa düşürsünüz. Səhər gedəcəm enigmatik aspirator olmağı canka. Bilirəm, səhər çıxa bilirəm. Sağ ol canım, alacağım da. Da narahat olma. Ama bu rengini, indi gələm bunu ölçüm gedim də uşaqlar elə, bura girən olsun. Özdə bu rengi almayacağım, şey alacağım. Bu qara renkdir, mən alacağım bu renk. Deyib bax bu renk, qult rengi. Sezar düzəldirəm. Neynədir matematik burada? Bu arada bunu duru yağla kızarttım. Ama şeydi, sirke de kattım da içine. Sirkeyle kızarttım. Siz de pul eləyin, çok güzel olur.
Ayaqına. Hə, olar, ölçürdüm də sabah gedəndə. Bunu 100 neçə manat almışdım. O gün Omid'de gördüm 160 neçə manata. Bunlar idi. Ama başka rengiydi. Omid'e gideceğim. Başka hiç ara yok. Omid'e gitme manat tərf edir. Hem indirimle nəsə alabilirim. Ədəvimi geri qaytarır. Ədəvidən nə qədər pul çəkirəm. Vallahi 100 neçə manat o ədəvidən en azından 3-4 manat pul qaytarır. Omid'den alıram hər şeyi. Metalik. Hə, metalik qəşəkdir. Enigmatik. Bu üstü matdı, mat. Sürüşkən. Əskini sirsən, əskini izi qalırsa. Salam kraliçə. Əskinin izi qalır üstündə. Tükü qalır. Şey alaşım. Parlaq alaşım. Metalik rəngidir. Bax, belə də elə bu rəng. Eynisi. Eyni bu rəng. Bir dəfə də qazımı dəyişərəm. Gələcəkdir. Bu işləmir. Bu xarabdır uşaqlar. İçi əriyib bunun. Yani havanı çəkmir çölə. Başa düşün, içi əriyib. Ustalıq deyil. Həm də yağ ləkəsi tez yığarım. Bu mu? Bu bilmirəm ha. Təmizləməmişəm ha. Enigmatik. Bu da mənim təmiz halim. Mən onu alandan hələ bir dəfə əlimi vurmadım. İsteği kabul et. Bunları akşam PK'ya hazırlaşsa. Sağ olun. Akşam PK'ya hazırlaşsa. Mağdularaz, danışdın Sümbüllə. Gülsüm gelir buraya indi. Görmədiysə. Gülsümə ama denən ki proba üçün də xalq, denən xalq belə istəyir. Denən xalqı elə bir ginən ki şey eləmək üçün, yəni mən xalqın qarşısını tutub saxlaya bilmirəm. Başa düşürsən? Gelir bura. Gülsüm buradasa Gülsüm.